Tophane Parkıdır. Bursa Böyükşehir Belediyesi tərəfindən yaradılmışdır. Bu gördüyünüz Osman Qazinin türbəsidir. Bu tərəfdəki isə Orhan Qazinin türbəsidir. Osman Qazi Osmanlı imperiyasının əsasını qoymalardan biri olmuşdur 1299-cu ildə. Bilirsiniz ki 1922-ci ildə Osmanlı imperiyası süquta uğramışdı. Osman Qazi və Orhan Qazinin türbələri həmin Bursa şəhərində yerləşir. Qarşıda da saatdır və Bursa sözü yazılıbdır. Çox maraqlı park kimi, yəni qorunub saxlanılır. Gəldiyimiz isə Osman Qazi türbəsidir. Osmanlı imperiyasının əsasını qoyanlardan biri. İndi giririk onun içərisinə. Allah'ım sizə rəhmət eləsin. Burada nisbətən belə adamlar dayanır. Osman Qazi'nin türbəsidir. Sultan Osman'ın türbəsidir. Bu daha möhtəşəmdir Qazi'yə baxanda. Osman Qazi'yə baxanda və insanlar gəlmiş bura dua eləmişdir. Şəhzadə İbrahim Orhan Qazi'nin oğlu, Şəhzadə İbrahim Osman Qazi'nin torunu, Asporça Xatun Orhan Qazi'nin eşi. Bunun adı Asporça Xatun olmuş. Bu da uşaqlarıdır. Nisbətən cavan yaşda öldükdür bunlar. Amma Osman Qazi'nin türbəsi budur. Deməli bu Orhan Qazi, padişah Orhan Qazi Osmanlı sultanı olmuş 1281-1360-cı ildə onun türbəsidir. Ən böyüyü budur. Çünki bu sultan olduğuna görə onun üzərində ucaldılan türbə digərlərindən seçilir. Daha digəri isə Şahzadə Qorqud II Bəyazıdın oğludur. Nilufər xatun Orhan Qazi'nin həyat yoldaşı olmuş, eşi yazılmış üzərinə. Deməli, Muradiyyə külliyəsində Şahzadə Mustafa'nın türbəsi var və həmin biz o türbəyə gəldik. Məşhur türbə, bilirsiniz ki Sultan Süleyman Qanuni tərəfindən oğlu boğdurlaraq öldürülüb və bəzi mənbələrə görə Sultan Süleyman Qanuninin gözünün önündə, bəziləri demişlər ki Sultan Süleyman Qanuninin gözündən kənarda boğdurulubdur, amma hər halda əlbəttə ki əmri Sultan Süleyman Qanuni vermişdi və burada da Hürrəm Sultanın rolunun böyük olduğunu demişdilər. Mahidevran Sultan da bütün əlində olanların hamısını bu türbəyə yatırmışdı. Bilirsiniz ki Mahidevran Sultan da ömrünün sonuna yaxın yoxsulluq içərisində böyümüş, bəzi özünün nökərlərinin hamısını azad eləmişdi və həmin o Şahzadə Mustafa türbəsinə biz daxil oluruq. Məşhur Mehmet Günsür bu Möhtəşəm Yüzyol serialında bu rolu ifa edibdi və orada da qeyd edir ki, hamı gəlib burada Şahzadə Mustafa'nı ağlayanda məhz yadına mən düşürdüm. Mehmet Günsür özü belə qeyd edirdi və bu gün biz Şahzadə Mustafa türbəsinə daxil oluruq. Az öncə də qeyd elədiyim kimi Mahidevran Sultan bütün var yoxun hamısını bu Şahzadə Mustafa türbəsinə sərf edibdi. Gəlin, türbənin üzərində bu cür əl yazmalar var, bu dövrə aid bu cür işləmələr. Bütün tarix tərəfindən baxmayaraq ki, Şahzadə Mustafa'nın ölümü günahsız adlandırılır. Bəzi mənbələrdə saqqal uzatdığına görə, əlbəttə o dövrdə saqqal uzatmaq artıq yəni sultana qarşı olmaq demək idi və bir hissəsi yoxdur. Açılıb sonradan düzəldilibdir. Bəzi mənbələrdə, videolarda mən görmüşdüm, bu uğurlanmışdı bir hissəsi. Şahzadə Mustafa'dır. Kanuni Sultan Süleymanın oğlu və öz gözündən uzaqda və Sultan Süleyman Qanuni o qədər yəni qəzəbinə tuş gəlmişdi ki, bunu məhz İstanbulda yox, gözündən kənarda Bursaya aparmışdı, Muradiyyə külliyəsində dəfn eləmişdi. Şahzadə Osmanlı, Şahzadə Bəyazıdın oğludur. Burada dəfn olunubdur. O da bilirsiniz ki, Sultan Süleyman Qanuninin əmri ilə boğdurulub öldürülübdür. İndi serialda belə göstərir ki, bu həmin bu Şahzadə Osman Bəyazıdın oğlu məhz asi çıxdığına görə, Sultan Süleyman Qanuniyə qarşı çıxdığına görə o Sultan Səlim tərəfindən boğdurulmuşdu ki, hakimiyyətə yalnız özü gəlsin. Bu da Şahzadə Mustafa və bu da Mahidevran Hatun yazılır. Əslində Haseki Sultan idi, amma ömrünün yaxın Haseki Sultanlıqdan azad olmuşdu və o Haseki Sultan əmək haqqısı ona gəlmirdi. Qanuni Sultan Süleymanın eşi və Şahzadə Mustafa'nın annəsi. Əslində dizidə Möhtəşəm Yüzyol serialında Şahzadə Mustafa göstərilir, amma Şahzadə Mustafa deyil, məhz onun Mahidevran Sultanın Sultan Süleyman Qanunidən başqa oğlanları da olmuşdu.
Bu da və o bəzi dediyim yer ki, uğurlanıb çinlər götürülüb. Mən başa düşmürəm. Bu insanlar bunu uğurlamaqla nə məna əldə edibdilər, buradan götürməklə, bilmirəm, aparıb öz arxivlərində saxlamaqla nələr əldə edibdilər. Amma əlbəttə uğurluqdur, yəni qalsa daha yaxşıdır. Götürülüb və bu hissə hələ də saxlanılır. Üzəri amma düzəldilib, yəni istəsələr düzəldə bilərlər, sadəcə qalır. Yəni, bayaq qeyd edədiyim kimi, Mahidevran Sultan da bütün var-yoxunu hamısını bu türbəyə həsrləmişdi. Allah bütün şahzadələrə, bütün sultanların hamısına rəhmət eləsin.